Salam mənim əziz məni izləyən dəyərli millətimiz, xalqımız. Mən bilirəm ki, Azərbaycanın 90% məni tanıyır. İndi bunların içində məni sevən də var, sevməyən də var. Hər birinə Allah can sağlığı versin. Mən bu videoyu çəkib paylaşmaqda bir dənə məqsədim var. Mən efirlərə çıxmaq istəyirəm. Efirlər də çox bahadır, mən bunu çıxa bilmirəm. Çıxa bilmirəm. Və buna görə sizdən xahiş edirəm ki, mən çəkdiyim bu videoyu tez hər kəsdən xahiş edirəm. Bunun yayılmasında hər kəs layiq atın, bu video yayılsın. Mən sizə inanıram, güvənirəm ki, bu belə də olacaq. Niyə görə? Mən buradan üzümü tuturam efir rəhbərlərinə, dəyərli qardaşlar, bəylər. Bilirəm, pul həyatda yaşamaq üçün lazımdır. Amma bəzən biraz mərhəmət də yaxşı şeydir. Üzümü tuturam buradan Zaur Kamala, Zaur Nəboğluna, Mikail bəyə, Elgiz bəyə, İbrahim bəyə, İlqar bəyə, deyəsən biri də var cavan oğlan, Yalçın, üzümü tuturam Yalçın bəyə, Tarix bəyə, üzümü tuturam Xoşqədəm xanıma, Lalə xanıma, Aytəkin xanıma, Zümrüd xanıma, Vüsalə xanıma, Mətanət xanıma. Bir sözlə bəlkə bilmədiyim efir aparıcıları qaldı, amma hər birinə, Bakıda yerləşən bütün efirlərə və efir aparıcılarına niyə məni dəvət eləmirsiniz? Mən bədən şəkilləndirmə eləsəm, üz-gözümü silikonla yığdırsam, dodaqlarımı ördək dodaq eləsəm, onu Allah eləməsin, Allah eləməsin. Mən bunu 24 yaşımdan tək yaşayıram. Mənim eləmədiyim bir, düşünmədiyim bir şeylərdir. Yəni mən kiminsə ərini əlindən alsaydım, oxusaydım, bu dediklərimi eləyib, bütün bu canlandırdığım, dilimə gətirdiyim o kəlmələr ki var, onlarla özümü yığdırsaydım, kiminsə ərini əlindən alsaydım, onda mən efirə dəvət eləyəcəkdinizmi? Biraz da mərhəmətli olun. Bu dünya əbədi deyil. Vallahi biraz da oynamayın da, biraz da özünüz olun. Bilirəm, pul lazımdır. Mən pulu verəcək imkanım yoxdur. Girib baxıb görürsünüz ki, mənim girin YouTube'da, TikTok'da, yəni sosial şəbəkədə mənim videolar, 24 saat ərzində mənim oxuduğum mahnı 24 saata 1 milyon olur. Nəcəb siz bunu görmürsünüz? Biri gəlir oxurur, mamana demə, çünki normal mahnı deyil, onu bütün efirlər pulsuz dəvət edir. Mənə də elə bir müğənni hesab eləyin, pulsuz dəvət eləyin də. Bir 10 ildən sonra, 10 ildən, 5 ildən sonra, mənim bax bu videodan sonra yaşayacağıma qarantım yoxdur ki, mən bu videoyu çəkəndən sonra telefonu söndürüb yaşayacağım. Mən buna qarantım yoxdur. Bəlkə siz bilirsiniz ki, 5 ildən, 10 ildən sonra siz hər biriniz bu kürsüdə oturub yenə öz bildiklərinizi eləyəcəksiniz, yox. Və üzümü tuturam bütün Azərbaycan xalqına, mənim əzlərim. Bu verilişlərə mənə ki sual verirsiniz, canlı sizin üzünüzdən mən canlaşa bilmirəm. Deyirsiniz ki, efirə çıx da, yazırsınız şəhərlərdə, bilən məni istəyərək deyirsiniz. Ki, efirə çıx da, efirə nə ilə çıxım? 6 ay bundan qabaqki rəqəmləri deyirəm. Zaur Kamalın verilişi 1600 manatdır. Zaur Nəboğlu 1500 manatdır. Bu iki verilişin ona İbrahim 700 manatdır. Yəni, mənim belə toyum mu var? Mən ayda bir dəfə toya gedib özümü dolandırıram. Yəni, mən bu sözü xalqımın öhdəsinə, bax, bu videoyu xalqıma deyirəm, səslənirəm. Elə, məsələn, müəyyən şeylər, bu efirlərdə müəyyən xoşa gəlməyən şeyləri kim trend eləyir? Sizlər. İndi mən sizlərə deyirəm. Eləyin də mənim də bax, bu danışdığımı trend eləyin, efirlər eşitsin. Eləyin, bunu da trend eləyin. Və indi bunu burada qoyuram. Bu buradaca saxlayıram. Əziz izləyicilərimiz. Mən hər kəsə cavab verməyə hazıram. Bu mənim arzumdur. Mən efirlərə çıxmağı inanın ki, bunu çox istəyirəm. Lap çox. Mən bir məsələ indi demək istəyirəm. Kimin böyrək donarına ehtiyacı var və bu tapa bilmir. Yenə təkrar edirəm. Kimin böyrək donarına ehtiyacı var, böyrək donar axtarır və bunu tapa bilmir. Mənim 2 müsbət qanım var. Qan qrupum budur.
Mən elə bir adam varsa çıxsın, mənə direktə yazsın. Məni Azərbaycanda, bu Azərbaycan deyəndə ən əsas da nəzərim tutduğum Bakı şəhəridir. Mən Bakı şəhərinin böyründə yaşayıram, Müşfiqabadda. Bakıda bütün efirlərə, o bayaq adını saydığım məni efirlərə çıxarsın, mən ona donar olmağa hazıram. Yenə də təkrar edirəm, kimin böyrəkdən əziyyət çəkir, donar tapa bilmirsə, məni Bakıda olan, bax o bayaq saydığım efirlərə məni çıxarsın, mən bu arzuya çatım, həyatımı riskə atıb böyrək donarı olmağa mən hazıram. Çox xahiş edirəm sizdən, çox xahiş edirəm sizdən, çox xahiş edirəm sizdən, mənim bu videomu yayasız, əziz izləyicilər. Və buna qarşılıqlı cavab gözləyirəm. Yenə də təkrar edirəm. Mən həyatımı riskə ataraq, mənim səsim olmağımı da bilirsiniz, mən həyatda heç nəyə gizlətməmişəm. Mən heç vaxt fırıldaq, dod-bod olan insanları sevməmişəm. Mən həmişə düzlüğü çalışmışam. Düz olmuş, olduğum kimi görünmüşəm. Yenə də vurğulayıram, kimin böyrəkdən əziyyət çəkir, böyrək çatışmazlığından əziyyət çəkir, donar axtarır, tapa bilmir. Mən o insana üzümü tutub deyirəm, məni bu efirlərə çıxart, Bakıda bu saydığım, bayaq saydığım efirlərə çıxart, bu arzuya çatım, həyatımı riskə atıb, sizə donor olmağa könüllü, mən bunu razıyam ki, bax, elə bir adam məni efirlərə çıxartsın, mənim efirə verəcək pulum yoxdur. Mən həyatımı riskə atıb, böyrək donarı olmağa mən hazıram. Elə bir adam varsa çox xahiş edirəm, qısa bir müddətə məni direktə yıxsın. Yəni, əziz sonda izləyicilərimizə deyirəm, çox xahiş edirəm bu videoyu yayın. Necə Namiqin mahnısını oxudum, qısa bir müddətdə trend elədiniz. Mənim səsimi bəyənənlər, mənim səsimə, sənətimə dəyər verənlər, əxlaqa, dəyərə, xanımlığa, səsə qiymət verən xalqımızdan xahiş edirəm ki, məni bu arzu ilə, bu arzu ürəyimdə qalmasın. Mən efirlərə çıxmaq istəyirəm, amma imkanım yoxdur. Mən elə güclü toy dəvəti də almıram. Mənim elə belə baxarsınız deyəcəksiniz, mənim nə qədər yaşım var? Mən 71 təvəllüdəm, özünüz hesablayın. Valla bugün məndən 10 yaş böyük sənətkarlar qıçını başını aça-aça efirlərimizdə ayaqlarını atda gül sərirlər. Mən bunların hamısını at çəkmirəm, siz məndən yaxşı bilirsiniz. Yenə də sonda sizin hər birinizə deyirəm ki, əziz efir aparıcıları, mən əzinəyəm budaq ilə, mən əzinəyəm budaq ilə, od yanam budaq ilə. Sizə yaxşı deməzlər, ay aparıcı bəylər, xanımlar. Sizə yaxşı deməzlər, mən ölsəm bu arzuyla, mən ölsəm bu arzuyla, fələyinə mərd atasan, şəşbəş verən zərin olan, ortalığa bək qoyasan, aparmağa fərin olan, bir deyənə beş deyəsən, cibində pulun ola, bütün efirləri gəzəsən, ay zavallı canım, cibində pulun ola, yağmur, Mənim əzizlərim, dəyərlilərim, bu video çox xahiş edirəm ki, bu videoyu yayasınız və mənim bu arzular, sinəmdə bu olan arzular məni narahat eləyən ki, nə var mənim ürəyimdə? Bunların hər birinə şahid olasınız. İndi qalıb sizə. Səslənin efirlərə, məni sevənlər. Trend eləyin. Trend eləyin mənim bu danışdığımı çatdırın efirlərə. Efirlərə zaten trend olmaq lazımdır. Rating lazımdır. Rating lazımdır. Mənim bax bu çəkdiyim video rating eləyin. Efirlərə səslənin. Məni sevənlər. Əsl sənətə qiymət verənlər. Əsl böyüyünə, kiçiyinə qiymət verənlər. Və burada şərhlərdə kim artıq əksik yazacaqsa onu anasına yazacaq, mənə yox. Artıq əksik yazanı deyirəm, yaxşı şərhləri gözləyirəm və yenə də bayaqki təklifimdə dururam. Kim böyrək donarı olmaq, böyrəkdən əziyyət çəkir, ona donar axtarırsa, mən hazıram. Amma məni əvvəlcə bu efirlərə çıxarsın, sonra mən həyatımı riskə atacam, amma bu işi qəbul edirəm, sevə-sevə. Çox sağ olun, var olun, Allah hər birinizdən razı olsun.
Mən Allahdan ümidimi üzməmişəm. İnsanların qəlbində Allah sevgisinin olmağını arzulayardım. Çox sağ olun, var olun.